Bugün gəlin müqəddəs kitab vasitəsilə Tanrının nə üçün özünü ata və ana kimi təqdim etdiyini və bir-birimizi qardaş və bacı adlandırmağı bizə öyrətdiyini təsdiqləmək üçün biraz vaxt ayıraq. Gəlin Yaradılış kitabının 1-ci fəslinin 26-cı ayəsinə baxaq. 26-cı ayədə Tanrının danışdığına şahid oluruq. Sonra Allah dedi. Tanrı nə dedi? Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Güman edirəm ki, bir çoxunuz başqa kilsələrə gedən insanlardan Tanrının insanları tək başına yaratdığını tez-tez eşitmisiniz. Bunu mən də eşitmişəm. Halbuki Tanrı insanları yaradanda icazə verin, insanları yaratın demədi. Əksinə nə dedi? O dedi, gəlin insanı yaradaq. Başqa sözlə, gəlin insanı yaradaq. Beləliklə, müqəddəs kitab bizi aydın şəkildə oyadır ki, insanlıq özünü biz adlandıran Tanrı tərəfindən yaradılıb. Bu, məzhəbindən asılı olmayaraq bütün müqəddəs kitablarda eyni şəkildə qeyd olunur. Presbiterian müqəddəs kitabında, Katolik müqəddəs kitabında, Metodist müqəddəs kitabında və digərlərində. Elə bir müqəddəs kitab yoxdur ki, orada belə yazılmasın. İngilis müqəddəs kitabında da belədir. Öz surətimizə və bənzərimizə görə yazılmışdır. Həmişə cəm formada yazılır. Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Başqa sözlə, gəlin insanı yaradaq. Müqəddəs kitab bütün dillərdə, İngilis, Koreya və hətta orijinal İbrani mətnlərində ardıcıl olaraq belə yazılır. O zaman insanlığı yaradan Tanrı heç vaxt tək deyil. Belə deyilmi? Sizcə Tanrı mən və biz ifadələrini düzgün istifadə etməkdə acizdir? Sizcə insanlığı yaradan Tanrı insanları mən yaratım deyəcəyini bilmədi və ona görə də insanları yaradaq dedi. Bu doğru deyil. Sonra Tanrı dedi, insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin. Allah insanı öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. Bəs o, kimi yaratdı? O, kişini və qadını yaratdı. Hər kəs lütfən surət çıxarma aparatının prinsipi haqqında fikirləşin. Qadın və kişi şəklinin surətini çıxaranda nəticə necə olacaq? Kişi də, qadın da orijinal olduğu kimi çıxır. Sonra çıxışa baxaraq orijinalın necə göründüyünü deyə bilərsiniz, yoxsa yox. Eyni ilə kişi surətində Tanrının, qadın surətində də Tanrının olduğunu başa düşə bilərsinizmi? Kişi surətində olan Tanrı Ata Tanrı adlanır. Buna görə də qadın surətində olan Tanrı təbii olaraq Ana Tanrı adlanır. Tanrı dedi, məni müqəddəs kitab vasitəsilə düzgün tanıyın. Tanrı bugün dünyada yaşayan çoxsaylı insanlara deyir, Rəbbi tanıyaq, gəlin onu tanımağa davam edək.